Bu mənim xüsusi xidmət orqanının, Dövlət Təhlükəsizlik Xidmətinin qaynar xəttinə yazdığım müraciətlərdir. Hansılar ki, xüsusi xidmət orqan əməkdaşları YouTube sosial şəbəkəsində öz əməkdaşının, Somdanın əməkdaşı olan Elcunun əli ilə aldığı rüşvətin izini itirməyə çalışırlar. Bunu yazmışam. Hal-hazırda saat gecə 03:26-dır. Ayın tarixi 17 aprel 2026-cı il. Və öz fikirlərimi bildirmişəm. Deməli, xüsusi xidmət orqanı əməkdaşları hal-hazırda bu Əbdülvahabdan əmələ gəlmə, bir daha qeyd eləmək istəyirəm ki, bu adı nədir? Qamətli nə zibildir, bilinmir də. Onun tapşırıqlarına oturub durulan, cənab general polkovnik Nağıyevi heç vecinə belə almayan öz əməkdaşlarının tərəfini saxlayırlar. Və bu çirkin oyunlar hələ də davam eləməkdədir. Bir məqama da diqqət yetirmək istəyirəm. Gəlin daxil olaq mənim YouTube səhifəmə. Geriyə. Deməli, burada gördüyünüz kimi sırf bir dənə yazışma yoxdur. Xüsusi xidmət orqanı əməkdaşları bu şəxslərin əsas cinayəti olan küllü miqdarda narkotik dövləsinin Azərbaycana gətirilməsinin izini bu yazışmada Somdanın əməkdaşı Elcunla olan video görüntü var idi. Və xüsusi xidmət orqan əməkdaşları YouTube-a da təsir göstərmək nəticəsində bu yazışmanı qoymadılar ki, mən publikasiya eləyim. Deməli, öz Vahabi qardaşına, öz Vahabi, necə deyərlər, Əbdülvahabdan əmələ gəlmə Tulaya dəstək duran çox əfsuslar olsun ki, bu cinayətlərdə oldu. Kəmaləddin Heydarovun da Vahabi oğlu. Deməli, belə bir şirkət var. O şirkətin prezidenti Elvin adında bir şəxsdir. Sahir onun qohumudur, Cavid onun qohumudur. Elvin adlı şəxsdən istifadə elədilər ki, bir növ Dağışlar Nazirlik Hospitaldan üzböyüz bizim Uca və Ulu Naxçıvan xalqını da orada alçalsınlar. Baxmayaraq ki, Elvinin özü də Naxçıvanlıdır. Mən hesab edirəm ki, o adı Naxçıvanlıdır. Caviddir, onun qohumu Sahirdir. Onların damarlarında Naxçıvanlı qanı qətiyyən axmır. Yəni, axa da bilməz. Onlar sadəcə olaraq özləri Naxçıvanlı kimi aparırlar. Mən inanmıram ki, onlar Naxçıvanlı olsun. Çünki mənim Naxçıvanlarım belə ləyaqətsiz hərəkət eləməzdilər. Bir mənalıdır ki, bu Vahabinin, xüsusi xidmət orqanında işləyən Vahabinin digər bir dostu da var. Adı Cəlaldır. Hansı ki, məni tutturanda həmən Cəlaldan istifadə eləmişdi. Rüşvət alanda Cəlal dostu Zakirdən istifadə eləmişdi. Diqqətlə baxın, bu yüklənmir. Yəni ki, bunu Dövlət Təhlükəsizlik Xidməti və hal-hazırda mənim yerləşdiyim evdə də, evin providerinin IP ünvanlarına da təsir etməklə mənim şikayətlərim birmənalı olaraq ünvanlarına çatmır. Buna aiddir bizim dəyərli Mehriban xanıma yazdığım məktublar heç bir ona çatmır onlayn surətdə. Provider vasitəsilə hamısı providerdən silinir. Bir nöqtədən digər nöqtəyə çatmır. Azərpoçta ki, hal-hazırda rüşvət içərisindədir. Azərpoçta heç bir tədbir qətiyyən görmürlər. Azərpoçun əməkdaşları Dövlət Təhlükəsizlik Xidmətinin tapşırığı ilə, Mirqafar Seyidovun tapşırığı ilə mənim göndərdiyim məktubları öz aralarında göndərirlər. Və artıq neçənci dəfədir ki, General-Mayor Əbülfət Rızayevin adına saxta sənəd düzəldib, ağızlarına nə gəlir onu da yazırlar. Bunlar Kənan Hacıyevin pozğun basının tərəfini saxlayırlar. Bu şəxslər Azərbaycan dövlətinin düşmənlərinin tərəfini saxlayırlar. Bu şəxslər xüsusi xidmət orqanının öz Vahabi, Əbdülvahabdan əmələ gəlmə Tulasının tərəfini saxlayırlar. Və bir müddət bundan öncə mənim telefon zənglərimə qulaq asaraq bayram ərəfəsində mən zəng eləmişdim Azərpoçtun qaynar xəttinə və məlumat əldə etmək istədim ki, bayram ərəfəsində hansı poçt irəliləş deyir. Mənə məlumat verirlər ki, Qarayev işləyir. Mən Qarayev tərəfə getdim. Qarayevdə. Orada bir pozğun Azərpoçtun bir pozğun, nə bilim, fahişəsi işləyirdi. Və həmən fahişə mənim göndərdiyim telegramı General Əbülfət Rızayevə göndərmədi. Və Mirqafar, daha doğrusu Vilayət Eyvazov göndərdiyim orada telegramda var idi, göndərmədi. Həmən həyasız ləçər Azərpoçtun, çox üzr istəyirəm ifadəmə görə, baxan kimi bilir ki, soskadır bu qız. Heç qız da demək olmaz. Fahişə, Azərpoçtun fahişəsi
pozğunu, Azərportun praşmantovkası necə deyərlər. Baxan kimi bilsən ki, o fahişə gündə 100 dənə kişilərin sifətini görüb. Azərportun və xüsusi xidmət orqanının tapşırığını icra eləyərək Peşə 9-dan Peşə 119-da poçtlar arasında mənim telegramımı vurdu ki, General Polkovnik Vilayət Eyvazov bu təxribatçılar və Mirqafar Seyidov haqqında heç bir məlumat əldə eləməsin. Və Daxili Nazirliyinin naziri General Polkovnik Vilayət Eyvazov təxribatçı banda barədə məlumat əldə eləməsin. Paralel olaraq 102 xidməti də həmən bu rüşvətin çirkin oyunlarına hərəkət eləyir. 102 xidmətinin də öz növbəsində Mirqafar Seyidovun tapşırıqlarını icra eləməkdədir. Çünki Mirqafar Seyidovun da doğmaları, əzizləri küllü miqdarda narkotik dövriyyəsində əli var idi. Bu təxribatda əli var idi. Bu təxribatçılara dəstəkdir, himayədar və havadardır. Mən vəziyyəti qətiyyən belə qoymayacağam. Bir mənalıdır ki, Mirqafar Seyidov həbs olunmalıdır və olunacaq da. Və xüsusi xidmətdə oturan şərəfli, belə deyək də, zabitlər, şərəfli, ləyaqətli Azərbaycan zabitləri bilirlər daxildə hansı kimi proseslər gedir. Çünki bu Əbdülvahabdan əmələ gəlmə əməkdaşları hansı ki, dövlət xidmətinin əməkdaşıdır və həmən cinayətçi dəstənin bir üzvüdür. Və sadəcə olaraq öz aləmlərində cəhdlər göstərirlər ki, bu Əbdülvahabdan əmələ gəlmə, ilahiyyat adlanan o fahişəxanaya gedən, hamı məlumdur ki, ilahiyyat bir pozunxanaya çevrilib. Ora ancaq pozunlar gedir. Normal adam ilahiyyata getməz axı. Gedirlər orada gic-gic, manipulyasiya, xarakterli, pozğun adamların sözlərini oturub dururlar. Və hal-hazırda xüsusi xidmət orqan əməkdaşları bu Vahabi tulaların tərəfini saxlayırlar. Bu Əbdülvahabdan əmələ gəlmə tulanın tərəfini saxlayırlar. Panturkist, türkəmeyilli, damarlarında Farsın qan axır. Özü türklərə ata deyir. Bu da bizim xüsusi xidmət orqan əməkdaşı. Mən məsələn qətiyyən belə qoyan deyiləm. Bir mənalıdır ki, bu şəxslər hamısı həbs olunacaqlar və bu cinayətkar dəstənin cinayətlərin izni itirilməyində köməklik göstərən Zəfərdir. Hal-hazırda burada Günəşli ərazisində Fərhad müəllimin işçisidir. Digər cinayət izni itirilməyində dəstək duran onun yanında işləyən Mahirdir. Fərhad müəllimin işçisidir burada. 12 fevral tarixində belə bir çirkin iz itirmək məqsədi də oyun qurdular. Yəni, hal-hazırda xüsusi xidmət orqan əməkdaşları və Mirqafar Seyidov cinayətkarlara dəstəkdə durub. Hal-hazırda narkotacirlərə dəstək durub. Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin və Mehriban xanımın düşmənlərinə dəstək durub. Amma halbuki yeri gələndə onların bir mənalı məqsədləri Azərbaycan dövlətinə dəstək durmaq idi. Və yaxşı düşünsə, yaxşı fikirlərsə biz belə bir nəticəyə gələrik ki, bunların bir çoxlarını vəzifəyə qoyan, yeri gələndə söydükləri, təhqir edikləri prezidentlər olub. Bizim prezidentimiz olub. Hansı ki, bu şəxslər həyasızcasına Azərbaycan vətəndaş məlumatlarını xaricə göndərərək bizim möhtərəm prezidenti təhqir eləyirdilər. Mənim düz 14 ilə yaxındır ki, həyatımı mənim əlimdən aldılar. Bu alçaqlar, bu şərəfsizlər, bu ləyaqətsizlər, bu təxribatçılar. Bu bir təxribat xarakterli yaradılmış bir qrupirovka olub. Burada insan alveri faktorları da var. Cinayətkar dəstənin başında kim dayanıb? Mirqafar Seyidov Daxili İşlər Naziri generalı ola əlbir olduğu şəxs Sumqayıt Arif, cibgir. Mirqafar Seyidov havadarlıq elədiyi cinayətkar dəstənin digər üzvü və başçısı kimdir? İlqarə ləqəbli Həci İlqar özü də deyir. Əslində bu Həci xanım İlqarədir. Hansı ki 11-ci cəhət çəkmə müəssisəsində yupka əynində, əlində sintezator oranın polis əməkdaşlarının muskantı olub, çalanşik olub, nəsə çalırmış indi orada nəsə. Türmədən mən bir o qədər başım çıxmır bu zonlarda. Yəqin nəsə yaxşı qardaşlara xidmət eləyib. Aydın Kazbavanın keçmiş həyat yoldaşı, özünü avtoritet hesab eləyən, oğlu iş verən, oğlu adam tutduran, oğlu üzə duran, oğlu suçinyor, pozğun başı, anası kimi pozğunları pula çıxardan. Gördüyünüz kimi bu cinayətkar qrupirovkanın nə qədər cinayətləri var? Əsas cinayətləri narkotik dövriyyəsi idi. Hansı ki Məhəmməd Paşazadə gətirdi o narkotikləri İrandan. Və bu şəxslərin Azərbaycanda işlətdikləri İranlı vətəndaşlar da var idi. Həmən İranlı vətəndaşlardan biri Masazırda yaşayırdı. Əl altları Fuad adında bir narkotacir var. Onun məhəlləsində yaşayırdı. İranlı narkotacir Azərbaycanda kuryer tutaraq narkotik paylayırdı. Məhəmməd Paşazadənin qardaşlarıdır da.
farslar, Farsın tulaları. Bunların məqsədləri bu şəxslərin də göz qabağındadır. Əsas məqsədləri Azərbaycan dövlətinin daxilən dağıtmaq istəyirdilər, təhsilə zərbə vurmaq istəyirdilər, silah alver eləmək istəyirdilər. Vətəndaş məlumatlarının satışı ilə, həyata keçirməklə Azərbaycanın gənc ailələrini dağıtmaq istəyirdilər. Instagram satışlarını həyata keçirməklə, WhatsApp satışlarını həyata keçirməklə gələcəkdə qurula bilən, amma heç vaxt artıq qurulmayacaq gənc Azərbaycan ailələrini dağıtmaq idi. Artıq bunlar dağılıblar. Çünki nəzərə alsaq ki, bizim Azərbaycan xalqı biraz şəxsi həyata maraq yaradan xalqdır bir növ. Nə qədər cavan xanımlarımız öz sevdiyi oğlanların yazışmalarını oxuyurdu. Görürdü ki, onlar da indi bir xəyanət olub və yaxud da nəsə olub və bununla da hər hansı bir sevən cütlük dağılırdı. Niyə? 20 manata, 30 manata Azərbaycan təhsilinin inkişafının qarşısını alırdılar bu şəxslər. İstəmirdilər Azərbaycanın savadlı gəncləri ali məktəblərə daxil olsun. Özləri kimi qoyunlar, özləri kimi pozğundan əmələ gəlmələr, heç bir savadı olmayan, pulun gücünə gedib şeyə daxil olmaq, ali təhsilə daxil olmaq istəyirdilər. 200 bala qədər bal atırdılar bu şəxslər. Kimin əlindən? Narkomanın əlindən. Narkomanın həyasız pozğun bacısının əlindən yaşayır Sovetski ərazisində. Anası işləyir tələbə bal artımında. Bu şəxslərin Azərbaycan xalqına qarşı, Azərbaycan dövlətinə qarşı törətdiyi cinayətlərin sayı hesabı belə yoxdur. Hal-hazırda Bantizm adlanan qurum bizim dəyərli generalımız General-Mayor Əbülfət Rzayev dura-dura əmirləri alır Mirqafar Seyidovdan. Mirqafar Seyidov da belə bir əmr verib ki, cinayətin izlərini itirin. Mən qətiyyən məsələni belə qoya bilmərəm. Bunlar Azərbaycan hakimiyyətinin, Azərbaycan xalqının bir nömrəli düşmənləridirlər. Bu şəxslər xarici vətəndaşlara cəsusluq eləyirlər. Necə ki, Kapital Bank və Azərpost dərəcəzonu həyata keçirməklə, vətəndaş məlumatlarını xaricə göndərərək iz itirməklə məşğul idi bu adamlar. Bu adamlar Azərbaycan prezidentinin, möhtərəm prezidentimiz İlham Əliyev cənabının və onun ailəsinin bir nömrəli düşmənləridirlər. Bir nömrəli düşmənləridirlər. Bu şəxslər ya Yeni Azərbaycan Partiyasının düşmənləridirlər. Bu şəxslər, Allah qəni-qəni rəhmət eləsin, Ulu Öndər Heydər Əliyevin və onun ailəsinin düşmənləridirlər. Və bu şəxslər mən tələb edəcəm və xahiş edəcəm ki, ömürlük həbs olunsunlar. Və olunacaqlar da.